Kim cavab verər? Beləncə tam adları yadımda deyil, amma iki yerə bölünür. Onların özləri də hərəsinə aid bir neçə dənə nümunə vardı. Müəllim, biri referens deyil idi. Bir referansdır, bəli. Adları tam yadımda qalmıyor, amma beləncə iki cürdür, onu bilirəm. Tamam. Recording var. Dünənləri ayrıca recording çəkdim. Onu da Yunus müəllim sizlə paylaşacaq. YouTube kanalında qoyulacaq. Oradan baxıb təkrarlaya bilərsiniz. Data type'lar iki Oldu. hissəyə bölünür. Primitiv tiplər və referans tiplər. İndi fərqlərin kim deyər? Onların əsas bir fərqi var idi. Yaddaşda saxlanılanda birisi bir dəqiqə, o adlar yadımda qalmır. Beləncə birisi ümumi yaddaşda saxlanılır. Birisi isə onun sadəcə yaddaşdakı kodu yadda saxlanılır, belə deyim. Həmin referans koduna nəzərən Java gedir, onu götürür diskdən və həmin nəticəni çap eləyir. Hə, demək olar. O yaddaşların adı biri stackdir, biri heap. Aha. Beləncə nəzəri yaddaşım o qədər yaxşı deyil. Ona görə sözlərin özü yadımda qalmır, amma beləncə mənası yadımda qalır. Hə, yəni başlı düzdür. Sonra primitiv tiplər özlərinə aid metodlar saxlaya bilirlər. Sualdır ya. Və belə verim sualı. Wrapper type'lar nədir? Bilən yoxdur deyəsən. Wrapper type düzdür. Wrapper, O şeydir də, primitivlər məsələn sadə dəyər saxlayır. Wrapperlər isə həmin dəyəri obyekt halında saxlayır, elə bir. Bəli, yəni bunun düzdür, obyekt halında saxlayır. Bunun üstünlüyü nədir? Niyə primitiv yerinə wrapper istifadə edirik? Wrapperin özü bir neçə dənə şey saxlaya bilir də ona görə. Necə məsələn? Bir dəqiqə onu necə deyə bilərəm? Yəni belə deyim də, primitiv tiplər özü metod yoxdur deyə, yəni obyekt deyil də. Ona görə o obyekt kimi istifadə oluna bilmir. Aha, amma wrapperları istifadə eləmək olur. Aha, bəli. Sonra başqası cavab versin Süleymandan. Casting əməliyyatı nədir, kim deyə bilər? Əlican, deyə bilərsən? Müəllim, casting deyəsən belə yadımda qalıb ki, hər bir data type-ın bir limiti var idi, 128, 127 falan belə bir şey idi deyəsən. O limitə qədər olan şey. Yox, o Deyə bilərəm. buyur Süleyman. Bir tipin başqa bir tipə çevrilməsi idi. Onun özü də bir implicit demişdiniz. Bir də nə idi o? Explicit idi də, düzdür? Bəli. Explicit iki tipi var idi. Birisi Java özü eləyirdi implicitdə, yəni gizlin demişdiniz. Belə bir şey demişdiniz ki, gizlin casting sayılır. Onu Java özü explicitdə isə biz özümüz onu açıq-açıq deyirdik ki, bu tipdən bu tipə çevir. Bəli. Yəni necə
onu özümüz deyirdik. Bəli. Sonra type promotion'dan danışmışdıq. Type promotion'dan danışmışdıq. Kim deyər nədir type promotion? Deyim mən yoxsa? De. Bu da hesablamalarda məsələn Java char, float falan üzərində işləyə bilmədiyi üçün hesablamalar vaxtı onlar özünə int çevrilirdi cavab. Təxmini düzdür. Yəni burada hesablama apara bilmədiyi üçün çevirir. Bu deyil problem. Yəni hesablama apara bilmir. Bu deyil. Yəni cavabı int olaraq qaytarırdı. Ha. Ehtiyac olduqda onu özümüz çevirə bilirdik belə. Çevirə bilirik, bəli. Cavabı int olaraq qaytarır. Bu hansı data tiplərində keçərlidir? 3 dənə data tipi sadəcə. Byte, short, bir də char. Bu 3 data tipi üzərində əgər riyazi əməliyyat gedərsə, bunlar promote olunur int data tipinə. Məsələn, götürüb 2 dənə floatı toplasaq, burada promotion getmir. Sadəcə bu saydığım 3 dənə üzərində gedir. Bəli. Bir də belə bir şey var. Dünənləri də keçən dərsdə demədiyim. Bunlar intə promote olunur. Bu standartdır. Amma məsəl üçün int ilə double tipli 2 dəyişən arasında gedərsə, əməliyyat gedərsə, burada da promotion. Double olacaq. Bəli, double olacaq. Yəni hansının həcmi daha böyüksə, ona avtomatik promotion gedir. Aha. Sonra ümumiyyətlə data type-a necə tərif verərsiniz? Data type nədir, nə üçün istifadə olunur? Deyim mən yoxsa De Süleyman. Data type proqramın yazılan yazını anlayacağı tipdir də. Məsələn, int yazılanda proqram onu integer, yəni tam ədəd olaraq götürür. Char yazanda onu hərf olaraq götürür. Məsələn, char dırnaq işarəsinin içərisinə məsələn 1 yazanda proqram onu bir hərfi biri yazı olaraq görür. Yəni rəqəm olaraq görmür. Belə deyim. Bu yəni data tipləri proqramın yazılanı anlama formasıdır bir növ. Daha formal tərif belə verə bilərik ki, biz dəyişən yaradanda yaddaşda dəyişən üçün bir yer təyin edirik. Daha doğrusu məlumatı saxlamağı üçün bir yerdə təyin edirik və yerə ad veririk. Verdiyimiz bu ad dəyişən adlanır. Dəyişən budur, yəni variable budur. Data type nədir? Bu dəyişən yaddaşda nə qədər yer tutacaq? Bunun üzərində hansı əməliyyatlar gedə biləcək və bu özündə hansı tipdə məlumatı saxlaya biləcək? Bunu təyin etmək üçün istifadə elədiyimiz bir anlayışdır. Garbage collection'dan danışmışdım mən. Xeyr mənim məncə. Ola bilər. Qısaca belə deyim, garbage collection məsələn biz car klassımız var. Car klassımızdan bir obyekt yaradırıq və obyektdə dəyişənimizə car1 adı veririk. Yaddaşda necə idi? Car1 refer eləyirdi heapdəki car obyektinə. Amma elə bir vəziyyət alına bilər ki, biz car1 dəyişənimizin qiymətini, yəni onun qiyməti hal-hazırda adresdə göstərən, yaddaşdakı car obyektini göstərən adresi. Biz o adresi silək, yəni car1 dəyişəninin dəyərini nala çevirək. Beləcə o heapdəki, yəni əsas yaddaşdakı o heapdəki car obyektinə heç bir referans istinad eləmir deyənə, göstərmir deyənə, orada artıq boş yerdir. Ona nə biz akses eləyə bilirik, nə içindəki məlumatlara baxa bilirik, nə də içindəki hər hansı bir məlumatı dəyişə bilirik. O qalır orada necə boşu-boşuna.
Və belə obyektlər əgər bizim hipimizdə dolarsa, çoxalarsa, bu artıq yaddaşın gəlib dolmasına çıxarda bilər. Bunun qarşısını almaq üçün Java-da garbage collector deyilən bir mexanizmi var. Davamlı hipdəki obyektləri skan eləyir, çek eləyir. Baxır görək, həmin obyektlərə istinad eləyən stekdə şeylər varmı? Yəni adreslər varmı? Varsa obyektə dəymir. Yoxdursa obyekti avtomatik silir. Məsələn, bu əməliyyatı, memory management əməliyyatını C-də, C++-da developer özü yönətməlidir. Özü davamlı baxmalıdır görün. Mənim bu yaratdığım obyekt hələ də aktivdirmi? Aktivdirsə onu dəymir. Aktiv deyilsə onu deallocation edir, yəni silir yaddaşdan. Referans tipləri nə nümunələr verə bilərsiniz? Deyim mən. Buyur Murad. Məsələn, məsələn klass, siniflər, arraylər, Aha, bunlar aid ola bilər. Məsələn, sonra səhv eləmirəmsə interface falan var idi. bəli. Bəli, onlar da referans tipi olaraq istifadə oluna bilər. Keçən dərsimizdən bu qədər. Keçək bugünkü dərsimizə. Ekranı paylaşım. Bugünkü dərsimiz Java operatorlardır. Operator nədir ümumən? Dəyişənlər və ya dəyərlər üzərində əməliyyat aparmaq üçün istifadə olunan işarələr, bir sıra işarələrdir. Bunlar da öz içərisində bölünür. Riyazi operatorlar, mənimsətmə operatorları, müqayisə operatorları, məntiqi operatorlar, ternary operatorlar və s. Və s. də elə bunlardan ibarətdir əslində. Riyazi operatorlardan başlayaq. Burada çox qəliz bir şey yoxdur. Toplama, çıxma, riyaziyyatdan bildiyimiz şeylər, vurma, bölmə. Bunlara bir-iki dənə nümunə yazaq. 2 dənə dəyər yaradaq birinci. Mənim rekord olunmur ha dərs. Olunur, olunur. Hə, olunur. Bəli. Bu iki dəyər üstündə riyazi əməliyyatları aparaq. Toplama əməliyyatıdır. Dəyərini dəyişək. Yəni nə çıxartacağı bəllidir. Burada çıxma əməliyyatı, vurma və bölmə əməliyyatları. Bunu belə eləyək, bunu tək ədədə çevirək, bunu da 2 eləyək. Toplama topladı ikisini 75, çıxdı 71, vurdu 146. Bu bölməyə baxaq biraz. Java-da integer tipli dəyişənə böldükdə cavab da integer tipli dəyişən alınır. Bu deməkdir ki, əgər biz qalıqlı bölmə əməliyyatı yerinə yetirsək, bizim qalığımız itəcək. 73 bölünsün 2 eləməlidir əslində 36,5. Bizim 0,5 hissəsi itdi burada. O da niyə görədir? Dediyim səbəbdən ötürü. Integer tipli dəyişən integer tipli dəyişənə bölünərsə, nəinki bölünərsə, toplanarsa, çıxılarsa, vurularsa, cavab da nəticədə integer tipli bir dəyər olar. Ona görə integerlər üzərində bölmə əməliyyatı apararkən, yəni ümumiyyətlə aparmamaq lazımdır, onları double-a çevirmək lazımdır. Dəqiq bölmə aparmaq istəyiriksə. Bölək. Burada bölünəni çevirsək,
bəs eləyir ki, biz dəqiq cavabı alaq. 36,5. Sonra burada bu sizə yad gələ bilər. Bu modulus əməliyyatıdır. Bölmə əməliyyatını yerinə yetirir, amma geriyə qalığı qaytarır. %73 bölünsün 2, qalıq 1. Modulus əməliyyatı yerinə yetirərkən dəyişənlər ikisi də şey ola bilər, integer ola bilər, problem yoxdur. Çünki qalıq heç vaxt kəsr şəklində çıxmır, həmişə tam ədəd kimi çıxır. Sonra burada iki xüsusi operator var, inkrement və dekrement operatorları. Bunların da hərəsinin iki halı var, post-inkrement və pre-inkrement. Yazaq bunlardaca. Məsələn, birinci dəyişənimizi götürək, A++. Bunlar birinci yazın bura. A++ olarsa, yəni pluslar dəyişəndən sonra yazılarsa, bu adlanır post-inkrement. Bunun əksi olarsa, pluslar birinci gəlib, sonra mı dəyişən gələrsə, bu adlanır pre-inkrement. Fərqlərini görəcəyik indi. Ümumiyyətlə, inkrement əməliyyatı nədir? Bu sətir icra olunarkən A necə deyim, A dəyəri üzərinə sadəcə 1 əlavə olunur. Yəni, bununla eyni şeydir. A bərabərdir, A plus 1. Bu iki ifadə eyni mahiyyətə malikdir. Deməli, bunların fərqi nədir? Post-inkrement əməliyyatında bu ifadə hansı sətirdədirsə, o sətirdəki bütün bu özündən başqa əməliyyatlar icra olunur, ən axırda post-inkrement əməliyyatı icra olunur. Pre-inkremентdə isə ilk öncə pre-inkrement icra olunur, dalıca həmin sətirdə olan digər əməliyyatlar icra olunur. Biz A-ya vermişik 73. Gəlin də bunun şeyə baxaq. Bunları komment eləyirəm. Nəticəsinə baxaq, biləcəksiniz. Vermişəm 73. Əslində burada ikisində də bir dənə artırma əməliyyatı yerinə yetirirəm. Burada məsələn çıxarmalı idi ki, normalda, əgər bunların fərqi olmasaydı 74, 75. Amma çıxartdı 73, verdiyim dəyərin özün. Sonra da 2 dəyər çox. Niyə belə oldu? Bu sətirdə birinci printline əməliyyatı icra olundu. Yəni A-nın dəyəri bura çap olundu. Sonra A-nın dəyəri bir dənə artırıldı. Yəni çap olundu 73. 73 çap olunandan sonra A-nın dəyəri artdı, oldu 74. Amma biz onu görə bilmədik. Burada isə tam əksi. Birinci bu icra olundu. 74 idi A-nın dəyəri, oldu 75. Dalıca printline əməliyyatı icra olundu. 75 çap olundu. Riyazi operatorlardan bu qədər. Burada bunların nümunələr verilib, belə bizim yazdığımız şeylərdir. Gələk assignment, yəni mənimsətmə operatorlarına. Aranızda Java dilindən başqa bir proqramlaşdırma dili ilə tanış olan var. Bəli. Nədir? Python. C#, C++, belə C. Aydındır. Mənimsətmə operatorlarında, məsələn, Pythonda inkrement operatoru yoxdur. Onun yerinə bu istifadə olunur. Belə idi də səhvlənmirəmsə. 1 və ya
Bunun əksi Birinci zaten. plus bərabər Hə, deyildi. Plus bərabər, bəli, bəli. Sonra 1. Amma məncə bunun əksi də var, deyil? Bərabərdir sonra plus. Yoxsa yoxdur elə bir Bilmem. şey? Var? Yok. Yoxdur, hə. Yok yok. Mənimsətmə operatorları deməli bərabərdir. Yəni dərsin əvvəlindən istifadə etdiyimiz operatordur. Dəyişənə dəyər mənimsətmək üçün istifadə olunur. Biz yazanda ki int a, stekdə a adında bir boşluq açılır. Bunu açaq. Stekdə a adında bir boşluq açılır. Bunun içi boş olur. Biz yazırıq ki, bərabərdir 45. 45 dəyəri gəlib bura yazılır. Sonra bu bayaq göstərdiyim a plus bərabərdir hər hansısa bir dəyər. Bu da bununla eyni şeydir elə. Yəni, a bərabərdir a plus 45. Yəni bununla eyni şeydir. Bunun çıxma üçün olanı hər dəfədən sonra bunu çap elətdirək. Sonra vurma üçün də mümkündür, bölmə əməliyyatı üçün də mümkündür. Modulus əməliyyatı üçün də mümkündür. Bunlar ola bilsin o biri dillərdən sizə tanış deyil. Bunlar artıq yad gələcək sizə. Çünki mən də bu mövzunu araşdıranda bunları birinci dəfədə görürdüm. Demək olar ki, istifadə olunmur bunlar, amma yenə də baxmaqda fayda var. Developer bilməlidir. Bunu da çap elətdirək. Bütün əməliyyatları yerinə yetirdi. Bunlara deyirlər belə etsək bilməmsə adı bitwise operatorlar. Bitwise, yəni bit yönümlü. Bunlar əməliyyatları bitlər üzərində aparır. Bu nə deməkdir? Məsələn, int a 10 var məndə. Mən desəm ki, a və işarəsi birini də yaradaq. Int b buna deyək 5. Bu nə çıxartır? 0 çıxartdı. Başqa bir ədəd verək buna, biraz başqa bir rəqəm çıxartsın. 10 çıxartdı. Burada nə əməliyyat gedir? Bu 10 götürülür. 10 götürülür, çevrilir ikilik say sisteminə. Həmçinin 15 çevrilir ikilik say sisteminə. Amma ikilik say sistemində necə olur bilmirəm. Bir də ona baxaq. Məncə ancaq 4-dən 1 olmalı deyil. Olmalıdır yəni. Ancaq 4-dən 1 olmalıdır. Baxaq. Bəli, 4-dən 1. Onumuz belədir. 1, 0, 1, 0. 15 belədir. 1, 1, 1, 1. Və bu əməliyyat nə edir? Bunlar arasında yazaq bunu belə. Axırda 0 yazdım mənim. Daha açdım. 1, 1, 1.
Bunlar arasında AND əməliyyatı aparır. Hamısını bir-bir yoxlayır, baxır. 0, 1, bunun cavabı olacaq 0. 1, 1, bunun cavabı olacaq 1. 0, 1 olacaq 0. 1, 1 olacaq 1. Və nəticədə alınır bu. Bu da ikilik say sistemindədir. Bunu çevirir onluq say sisteminə. Onluq say sistemində bu ədəd 10-dur. Bunu başa düşdünüz? Yəni bu niyə 0 alındı, bu niyə 1 alındı, yoxsa ehtiyac var üstündə dayanmağa? Bir də müəllim, yəni burada toplama çıxma əməliyyatı Yox, olmur. yox. Yəni sadəcə Toplama çıxma deyil. Bu məntiqi formatda bu hə. 0 AND 0 0 eləyir. 0 1 yenə 0 eləyir. 0 1 1 1 eləyir. 1 0 yenə 0 eləyir. 0 1 1 də artıq eləyəcək 1. başa düşdüm mən. Bu AND-dir. Bunun OR üçün olan da var və ya yəni. Onda necədir? Onda da elə bu cür nədir? Onu da çap elətdirək. Bu xətlə ifadə olunur, düz xətlə. Yəni dediyim kimi bunlar heç istifadə olunmur da. Çox spesifik hallarda ancaq. Burada da eyni əməliyyat gedir. 1 0 1 0 1 1 1 1. Orada da belədir ki, yəni OR operatorunda 0 0 0 verir, 0 1 1 verir, 1 0 1 verir, 1 1 də 1 verir. Yəni bunun cavabı olacaq elə 1 1 1 1, o da ki 15-dir. Buradakılar da onun mənimsətmə operatoruna çevrilmiş halıdır. Yəni çox da fərqli bir şey deyil. Burada yazılanda ki, məsəl üçün belə bizim bayaq baxdığımız budur. Eyni şeylərdir yəni. Belə yazaq bunları. Qeyd kimi qalsın siz üçün. Çap etdirsəm düz çıxır. Hə. Bu da məntiqi əməliyyatlardan XOR əməliyyatıdır. Bunları bir-bir yazaq. AND OR. Bu da XOR, yəni Exclusive OR. OR-un biraz fərqli formasıdır. Baxaq nə çıxartacaq bu. 5 çıxartdı. Bunda da belə olmalıdır. 0 0 0 verir. 0 1 1 verir. 1 0 1 verir. 1 1 0 verir. Bunun axırıncı hissəsi oradan fərqlidir. Hesablayaq bir dənə tez. 1 0 1 0 1 1 1 1. Bu verəcək 1, bu verəcək 0. Bu verəcək 1, bu verəcək 0. Əlimizdə qalır bu. Bu da ki 5-dir elə. Sonra gəldik bunlara. Bunlar da elə bitlər üzərində əməliyyatdır. Bitwise gedir. Bunları da heç görməmişəm istifadə olunan.
Belə eləyək, bunu 2-yə çevirək. Çap elətdirək. 2 çıxartdı. Bu da belə işləyir. Sürüşdürmə əməliyyatıdır bu. Məsələn, 10-dur bizdə. 1, 0, 1, 0. Bunun qarşısına 2 dənə də 0 əlavə eləyək. Biraz fərqli ədəd seçək. Biraz qəliz oldu. 2 seçək elə bunda. 0 verir, 0 verməsin, biraz başqa ədəd versin. Versək. Tamam. Beş ikili say sistemində belədir. 2-dən 0 ataq məsəl üçün qarşısına. Burada sağa sürüşdürmə gedir. 5 yox 4 verir. Çünki bu necə istifadə olunmur deyənə. Sürüşdürüləndə o axırdakı 1 hara yoxa çıxacaq bilmirəm. 4 verək. 1 0 0. Yəni 0 ataq qarşısına elə belə. Yazmışıq ki, A sürüşdürülsün B. Yəni bu nədir? A-nı götür, bitləri B qədər sağa sürüşdür. Necə olacaq? B-miz də 2-dir, yəni 2 dənə sağa sürüşdür. Bu 1 gələcək bura, sonra gələcək bura. Olacaq ədədimiz 0, 0, 0, 1. Aydındır. Bu da onluq say sistemində nədir? 1. Bunun çox dərinliyinə getməyə ehtiyac yoxdur. Sonra bunun sola sürüşdürülməsi var. Eyni prosesdə sadəcə sola sürüşdürülür. Baxaq nə verir? Ədəd böyüyəcək yəqin ki. 16 oldu. Və bununla da bitirdik. Mənimsətmələr bu qədər. Gələk müqayisəyə. Bu müqayisə operatorlarını siz ən çox istifadə edəcəksiniz if bloklarının içərisində, sonra for bloklarında şərt vermək üçün və həmçinin while bloklarında şərt vermək üçün. Bunlar geriyə boolean qaytarır, yəni ya true qaytarırlar ya da false. Müqayisə eləmək üçün 2 dənə dəyişən yaradaq. Birinci operatorumuz bərabərlik operatorudur. İki dəyişənin bərabərliyini yoxlayacaq. Bu isə bərabər olmamağını, yəni bərabərliyin əksini yoxlayacaq. Böyükdür, kiçikdir, böyük bərabərdir, kiçik bərabərdir. Bunlarla yəqin ki tanışsınız. Çap elətdirək. Deməli, birincisi false verdi, çünki 45-78-ə bərabər deyil. İkincisi true verdi, çünki yəni eyni səbəbdən 45-78-ə bərabər deyil. Amma bu bərabər olmamağı halını true götürür. 45-78-dən böyük deyil, ona görə false. Kiçikdir, ona görə true. Və kiçik bərabərdir, böyük bərabərdir də həmçinin. Daha doğrusu böyük bərabərdir, kiçik bərabərdir. Deməli, burada bəzi məsələlər var ki, onlara diqqət yetirmək lazımdır. Bu operatorlar, müqayisə operatorları yalnız primitiv tiplər üzərində müqayisə apararkən istifadə olunmalıdır. Əgər bizim tiplərimiz primitiv tiplər deyilsə, onlar wrapperlardırsa və ya
istifadəçi tərəfindən təyin olunmuş klasslarsa, burada artıq equals metoduna baş vurmaq lazımdır. Çünki bu operatorlar hamısı dəyişənin öz dəyərini müqayisə eləyir. Burada A dəyişəninin öz dəyəri 45-dir. Amma biz bunun yerinə götürüb bir, məsələn, kar obyektini müqayisə eləməyə çalışsaydıq, iki kar obyektini müqayisə eləməyə çalışsaydıq, xətalardıq. Yəni, orada referans tipləri dəyişənlərin dəyəri referanslar olur. Keçən dərsdə burada necə idi? Məsələn, kar1 dəyişənimiz var idi. Bunun dəyişənin dəyəri bu obyekt deyil idi. Dəyişənin yaddaşdakı dəyəri bu adres idi. Məsələn, 12-ci sətir, 15-ci sütun. Ona görə də biz götürüb yazsaq ki, buradan yazım. Yarıda bir dənə klass lazım olacaq. Kar klası içində bir dənə yaradaq. Field çox ehtiyac yoxdur. Round belə. Primitiv tipin altından 2 dənə referans tip yaradıram. Burada. Bunun ikincisini də yaradıram. Bunları bir-birindən ayırt eləyəcək. Xüsusiyyət verək. Kar1-in brandına deyirəm BMW. Kar2-nin brandına deyirəm Mercedes. İndi mən götürüb hətta ikisinə də eyni verək. Birinci ikisinə də eyni verək. Bunları bağla və bunun ikisini müqayisə edək. Deyirəm ki, kar1 bərabərdir kar2. Sual. Nə görəcəm çap elətdirsəm? Error. Niyə, məsəl üçün? Dediniz ki, yəni primitiv tiplərdə yox, bu biri tipləri referans tiplərdə belə müqayisə işləmir. Çünki onların özlərində referans saxlanılır, referansları müqayisə edə bilmir. Tamam, baxaq. Çap elətdirirəm. Error görmədim, error çıxartmadı. Amma dedi false. Baxmayaq ki, iki obyekt bir-biri ilə birə-bir eynidir. İçindəki fieldları, yəni içində vur-tut bir dənə field var. Hər iki obyektdə də həmin fieldin dəyəri BMW-dir. Amma burada false çıxartdı. Məsələn, mən proqram yazaram. Mənə lazım olar ki, mənə iki dənə user gələr, hardansa. Mənə lazım olar ki, baxım görüm bu iki user, yəni eyni adamdır, yoxsa yox. Mən götürərəm, belə müqayisə eləyərəm. Məsələn, deyək ki, eyni adamdır. Eyni adam olsa filan funksiya işə düşsün, əgər fərqli adam olsa düşməsin. Götürərəm belə müqayisə eləyərəm. Baxmayaraq ki, eyni userdir, mənə qaytarar bu false, proqramım səhv işləyər. Bu səbəbdən dedim ki, primitiv tiplərdə bu cürlə müqayisə operatoru istifadə etmək olar, amma referanslarda equals metoduna baş vurmaq lazımdır. Equals metodunu hələ ki keçməyəcəm. Sadəcə niyə bunu istifadə eləmək olmaz, onu başa salım. Gələk sxemimizə. Bunun adını dəyişək. A2 eləyək. Bunları biraz aşağı çəkeyim. Burada mən yazanda ki, int A bərabərdir 45, int B bərabərdir 78. Bunu da 45 eləyək. A bunun dəyəri olsun 45, B bunun dəyəri olsun 45. Bizim istifadə edədiyimiz bu qoşa bərabərdir operatoru neyi müqayisə eləyir? A-nın
A dəyişəninin birbaşa buradakı stekdəki dəyərini müqayisə eləyir. Ona görə məsələn primitiv tiplə işləyəndə götürüb mən A ilə B-ni müqayisə edəsəm, burada problem olmur. A ilə B-nin dəyəri eynidirsə mənə çıxartır true, deyilsə çıxartır false. Amma bu operator ayırt eləyə bilmir. Bizim istifadə etdiyimiz dəyişən primitiv tipdir yoxsa referans tipdir. Ona görə referans tiplərlə də eyni cürə davranır. Məsələn, mən burada referans tipim var. Kar 1, bir də olsun kar 2. Bunun adresini azca dəyişirəm. Məsələn, kar 1 dəyişəni, bunun dəyəri adresdir və bu adres hara baxır? Heapdəki 12-ci sətir, məsələn 15-ci sütundakı obyektə, yəni buna baxır. Mən gəlib burada ikinci dəfə kar obyekti yaradanda, gəlir heapə yeni bir obyekt düşür, bura gəlir yeni bir dəyişən düşür, ona bir adres verilir dəyər olaraq və bu adres hara baxır? 12-ci sətir, məsəl üçün 16-cı sütuna. İki dənə birə-bir eyni obyektdir bunlar. Əslində bunlar bərabərdir. Yəni demək olar ki, bunlar bərabərdir. Amma biz bunları müqayisə eləmək üçün götürüb qoşa bərabərdir operatorundan istifadə eləsək, operator referans tipli dəyişənlərə, primitiv tipli dəyişənlərə yəni davrandığı kimi davranır. Primitiv tipli dəyişənlər də gəlirdi bunları müqayisə eləyirdi. Bunlara əsasən deyirdi ki, hə, true və ya false. Burada da gəlir, eyni əməliyyat aparır. Amma burada neyləri müqayisə eləyir? Gəlib adresləri. Mən əgər iki dənə obyekt yaratmışamsa burada, obyektlər birə-bir eyni olsa belə, bunlar iki ayrı obyekt deyənə obyektlərin adresləri məcburdur ki, fərqli olsun. Mesela iki dənə eyni obyekt yaratdım, baxaq bunun adresinə. Mən bu adresləri təmsili yazıram, yəni Java'da belə deyil adreslər. 12-ci sətir 15-ci sütun, 12-ci sətir 16-cı sütun. Obyektlər eynidir, amma adreslər fərqlidir. Bu operatorda neyləri müqayisə edir? Adresləri müqayisə edir. Ona görə biz nə cür obyekti yaratsaq belə, bunun bizə cavabı nə olacaq? Nə olacaq? Hər zaman false. False, bəli, daim false olacaq. Elə equals metodunu da deyim. Amma burada bir iki dənə metod yaratmalı olacaq. Bunlara çox ilişməyin, qabaqdakı dərslərdə şey deyəcəyik. Baxacaq. ID bizim üçün generate elədi metodları. Equals metoddur, bir də hashcode metoddur. Override elədik bunları. Bunlara hələ ki baxmayın. Obyekt müqayisə eləmək üçün bunlardan istifadə olunur. Operatorumuzu silirəm. Gəlirəm, deyirəm kar 1 nöqtə. Artıq biz kar klassımızın içində equals metodunu yaratmışıq deyənə bundan istifadə edə bilirik. Kar 1 nöqtə gəlir bura equals metodu. Və metodda bizdən bir dənə obyekt tipli dəyişən götürür. Orada kar 1 obyektini, kar 1 dəyişənini hansı dəyişəndən müqayisə etmək istəyirik, onu yazırıq. Kar 2 və run eləyək. Baxın, true. Artıq bu neynədir? Gəldi, bunlara falan baxmadı heç. Gəldi birbaşa, baxdı görək. İki dənə obyekt var. Baxın bunun fieldlarına, bunun hansı fieldlar var? Brand fieldı. Mən bu brand fieldlarını müqayisə eləyim. Elədi, fieldlar dəyəri eynidir. Deməli, bu obyektlər eynidir. Və çıxartdı true. Burada bunu dəyişirəm. Yazıram Mercedes. Artıq tam şəkildə obyektləri müqayisə eləyə bilirim. Bu dediyimi, yəni referans tipli dəyişənləri bizim bu qoşa bərabərdir operatoru ilə müqayisə eləmək olmaz. Bu dediyimi götürüb əgər siz string üzərində yoxlasanız fərqli nəticə alacaqsınız. Çünki stringdə biraz
yaddaşda saxlama üsulu fərqlidir. Ona da baxaq səthi şəkildə. 2 dənə string yaradıram. S1, S2 ikisi də dəyəri İSA-dır və bunları bərabərdir operatoru ilə müqayisə edirəm. Normalda burada baxdığımız hala görə fikirləşmək olar ki, stringlər də yaddaşda, məsələn, dəyərləri obyekt kimi saxlanır, referans tiplərdir. Ona görə nə olacaq? Baxmayaraq ki, eyni obyektdir bunlar, İSA false çıxartmalıdır. Baxaq nə olur? Çıxardır true. String tipinde olduğu için, Necə? yani bayaq kimi brəndə müraciət eləmədi ona görə. Başa düşmədim. Bir də deyərdi, sessiz kəsilir. Mənim string tipində olduğu üçün bayaq car sinifinə müraciət elədi, ona görə false verdi. İndi string tipində götürdüyümüz üçün true verir. String olduğuna görə true verir. Amma niyə true verir? Yəni string olmağı bunun səbəbi deyil. Car referans tipli dəyişəndir. String də həmçinin referans tipli dəyişəndir. Mən dedim ki, bu qoşa bərabərdir operatorunu sadəcə primitivlərdə istifadə etmək lazımdır. Çünki primitivlərdə etibarlı nəticə verir ancaq. Referans tiplərdə isə etibarlı nəticə vermir. Demirəm həmişə nəticə verir, amma etibarlı deyil. Bəzi hallarda Hocam, necə? çünki mənim string tipi o rəqəm qarşılığını Deyim, bir dəqiqə. Kim idi o? mən idim mənim. Buyur, Dina. Çünki string tipi onun qarşılığını rəqəmlə saxlayır özündə. Ona görə. Yox, elə bir şey yoxdur. String rəqəmlə saxlamır. O chardadır. Char Unicode-dakı sıra nömrəsi ilə saxlayır. Stringdə elə bir şey yoxdur, rəqəmlə saxlamır. Deyəcəm indi səbəbini. Başqa təxmininiz var, Süleyman? Arraylərdə də belə işləyir yoxsa? Arraylərdə də baxarıq indi. Arraydə də elə işləyirsə, böyük ehtimal array olduğu üçün ola bilər yəni. String digər obyektlərdən bir fərqi var. Gəlin buranı təmizləyək. Stringin saxlanma üsulunda bir fərqlilik var. Keçən dərsdə stringi göstərəndə mən belə göstərdim onu. S1 dedik. Adres dedik. Və burada da stringin dəyəri dedik. Yaddaşda string digər referans tipli dəyişənlərdən biraz fərqli saxlanır. Yaddaşda heapdə onun üçün ayrıca bir yer ayrılır. Bu adlanır, belə ayıraq bunu. Heapdə string üçün xüsusi yer ayrılır. Bu adlanır string pool. Proqramın performansını artırmaq üçün istifadə olunur bundan. Bu nədir? Mən gəlib burada birinci bir deyin görüm. Baxın, başa düşdünüz. Burada equals-la yox, qoşa bərabərdir operatoru ilə müqayisə eləyəndə niyə mənə false qaytardı? Səbəbi deyin, çünki bu ondan asılıdır. Mən deyə bilərəm. Buyur. Biz onu çağıranda, elə bir bərabərliyi çağıranda o sadəcə onun ünvanına baxır, ünvanını müqayisə edirdi. Bəli. İndi burada nətərdir vəziyyət? Mən gəlmişəm 2 dənə şey yaratmışam. Belə eləyək bunu. Bunun adresi string pool. Bunun içindəki İSA adlı obyektdir. Gəlmişəm burada 2 dənə eyni dəyərli string yaratmışam. Biz bunu belə yazanda Java gedib yaddaşda 2 dənə ayrı İSA obyekti yaratmır.
Bu string üçün keçərlidir. Yəni stringdə gedib 2 dənə isa obyekti yaratmır. Nə edir? Gəlir bir dənə isa obyekti yaradır və stackdəki bu 2 dənə dəyişən ikisi də baxır bu isa obyektinə və beləcə yaddaşdan qənaət etmiş oluruq. Məsələn, elə hal ola bilər ki, stringlər biz deyirik ki, immutable'dır. Neysə, mən string dəyərim var və ona ardınca A hərfləri 1000 dənə A hərfi concatenate eləyim, yəni birləşdirim, yapışdırım. Belə olanda, əgər bu string pool olmasaydı, heapdə 1000 dənə isa obyekti, yəni isa adında string obyekti və ya isa dəyəri olan string obyekti yaradılacaq idi. Bunun qarşısını almaq üçün Java string pool istifadə eləyir. Eyni dəyərli obyektlər olanda hərəsini gedib, hərəsinə ayrı-ayrı obyekt açmır. Bir dənə obyekt açır və ikisini də buna refer eləyir. Bu səbəbdən də bu ikisinin referansı eyni olur. S1-in referansı string pooldakı isa obyektidir. S2-nin də referansı elə olacaq. String pool oradakı isa. Buna görə biz stringləri müqayisə eləyəndə qoşa bərabərdir istifadə eləsək doğru nəticə ala bilərik. Amma yenə deyirəm, tövsiyə deyil və bunu IDE özü də göstərir bizə. Görürsünüz, sarı xətt düşüb altından. Nə deyir? Bir string values are compared using bərabərdir not equals. Stringi qoşa bərabərdir istifadə eləyərək müqayisə eləmsən. Equals metodu istifadə eləyərək müqayisə eləmsən. Yəni bu problemdir. Bizim ənənəvi obyekt yaratma üsulumuz budur da. New açar sözü istifadə edirik, sonra klassımızın adı və ardınca da 2 dənə mötərizə. Stringi də bu cürünə yarada bilərik. Gəlin yaradaq. Bunları komment eləyirəm. String S1 new string və içəriyə də dəyər verək isa. İkincisini də bu üsulla yaradıram. Biz gəlib bu üsuldan istifadə eləsək, artıq bütün digər obyektlər necə yerləşirsə heapdə, bu da o cürünə yerləşəcək. Yəni gələcək bura bir string obyekti. Artıq bu poolda yerləşməyəcək. String obyekti dəyəri olacaq isa. 2 dənə yaratdım. Burada bundan 2 dənə yaranacaq. Bunlar gələcək. Bu buna baxacaq. Bu buna baxacaq. Dolayısıyla bunun dəyərində başqa adres olacaq. Bunun dəyərində başqa adres olacaq. Və biz bunları müqayisə eləyəndə nə çıxartacaq? False. Baxmayaraq ki, dəyərləri eynidir. Concatenation dedim bayaqları. Bunun üstündən getdim demək yaddan çıxdı. Bu plus işarəsi Java'da həm riyazi operator kimi istifadə olunur, həm də concatenation, yəni birləşdirmə, stringləri birləşdirmə operatoru kimi istifadə olunur. 2 dənə stringim var. Yazaq məsələn. Buna yazaq. Aleykum. System out print line deyirəm S1 plus S2 çap elətdirsək. Salam aleykum və ya üçüncü bir string dəyişəni yaradıram. S3 deyirəm bunun dəyəri olsun S1 plus S2 və S3'ü burada çap elətdir, eyni şeydir. Böyle göstərmək istəyirəm ki, bunu ayrıca bir string kimi başqa bir dəyərə mənimsətmək olar. Mən bu əməliyyatı, bu concatenation əməliyyatını 1000 dəfə və ya 10.000 və ya 100.000 dəfə icra eləsəm, bu string pool olmasaydı, string pool mexanizması, Java'da, heapdə 100.000 dənə string obyekti yaranacaqdı. Bunu da comment eləyək, nə qaldı? Bir də instance of. Burada bu cədvəli mən hazır götürmüşəm. Orada qeyd olmayıb. Burada mən calamışam. Instance of
operatoru var. Mən o cədvəlləri zəhmət olmasa atardınız da dərsdən sonra. Elə istəyirsiniz bunu atın. Bu diaqramı atın elə. Bəli, Hı, tamam. bəli atardınız da mən. Instance of nədir? Dəyişənin bir klassın instansı, yəni dəyişənin tipinin bir klass olub olmadığını yoxlayır. Və geriyə digər müqayisə operatorları kimi true false qaytarır. Məsələn, dəyişənim var car1, deyirəm car1 instance of və dalıca da bir klass yazıram. Bu klassımız, indi biz bu dəyişənin tipini car olaraq vermişik. Yazıram car, çap etdirək. Deyir ki true. Yəni bu car1 obyekti, car1 dəyişəni, daha doğrusu car obyekt, yəni tipi cardır, belə deyək də. İkinci bir klass da yaradaq yoxlamaq üçün. Bu olsun animal. Desəm ki car1 instance of animal baxaq. Mesela burada başqa xəta verdi. Inconvertible types cannot cast car to animal. Burada casting əməliyyatı aparmıram axı. Bu niyə xəta verdi bilmədim açıqcası. Belə bir şey yoxlaya bilərik. Animal silirəm. Bir klass yaradıram. Vehicle. Vehicle yəni ki, nəqliyyat vasitəsidir. Deyək ki, car klası. Bunu gələcək dərslərdə OOP-də falan keçəcəksiniz. Vehicle klasından extend eləyir. Mən gəlib burada desəm ki, car1 instance of vehicle-dır. Bu qaytaracaq true. Çünki maşın özü bir nəqliyyat vasitəsidir. Burada biz o cürlə qurduq. Ümumi bir nəqliyyat vasitəsi klası yaratdıq və dedik ki, bu car klası da extends vehicle, yəni car klası həmçinin vehicle klası deyim, belə deyək də. O da həmçinin bir nəqliyyat vasitəsidir. Və gəlib deyəndə ki, car1 instance of vehicle qaytarır true. Bunu əksin eləsəm, vehicle yaratsam, desəm ki, bu vehicle bir instance of car qaytaracaq bizə false. Çünki demək olmur ki, nəqliyyat vasitəsi bir maşındır. Yəni, belə bir anlayış yoxdur, amma demək olur ki, maşın bir nəqliyyat vasitəsidir. Sonra məntiqi operatorlara keçək. Məntiqi operatorlar burada bunlar da həmçinin if bloklarında falan istifadə olunur. Həmçinin for bloklarında və while bloklarında şərt vermək üçün. Bu and operatordur, bu və ya operatordur, bu da məntiqi yox operatordur. Hələ bunu if içində göstərsək daha yaxşı olar. İki dənə də dəyişən yaradaq, üstündə müqayisələr apara bilmək üçün. Ya da bunu biraz daha real bir nümunəyə çevirək. Bunu da deyək.
height olsun. 170 olsun. Mesela bir sistem var. Hər hansı bir sistem. Sistemdən uğurla qeydiyyatdan keçmək üçün istifadəçinin yaşı 18-dən böyük olmalıdır və həmçinin belə bir şərt də var ki, yaşı ilə yanaşı boyu da 160-dan hündür olmalıdır. 160 santimetrdən hündür olmalıdır. Bu iki şərti vermək üçün iki dənə iç-içə if blokundan istifadə etməyə ehtiyac yoxdur. Şərtin hamısını bir if blokunda cəm eləmək mümkündür bu operatorlar vasitəsilə. Deyirəm ki, əgər age böyük bərabərdirsə 18 və height, yəni hündürlüyü həmçinin böyük bərabərdirsə 160, qaytar ki, uğurla qeydiyyatdan keçildi. Əks təqdirdə qaytar ki, yəni belə qeydiyyat uğursuz oldu. Burada iki şərti birləşdirmək üçün biz qoşa and operatorundan istifadə edirik. Bu operator elə operatordur ki, yəni özündən əvvəl də sonra da true və ya false, yəni boolean tipli dəyər qaytaran bir ifadə olmalıdır. Şimdi verdiğimiz değerler iki şərti də ödəyir. Ona görə deyir ki, uğurla qeydiyyatdan keçildi. Orada həmçinin belə işləyir. Orada bir nümunə yazaq. Məsələn, nə deyə bilərik ora? Elə eyni sistem ola bilər. O sistem ola bilər ki, ikisindən birini tələb edir. Ya 18 yaşdan böyük olmalısan, ya da ki, boyun hündür olmalıdır. Yəni şey olmalıdır. Tələb olunan boydan yüksək olmalıdır. Bir saniyə kopyalayaq. Bu IntelliJ-də işləyənlərə məsələn bir qısa yol deyim. Kodunuz səliqəsizsə Ctrl-Alt-L knopkalarını bir yerdə bassaz, kodu səliqəyə salır. İndi elə eləyək ki, iki şərtdən biri ödənsin. Yaş olsun 16, tam olsun 1.70. Uğurla qeydiyyatdan keçildi. Bu da məntiqi yox NAT operatorudur. Burada nümunə verib bizə. Məsələn, belə eləyə bilərik. Bunu mötərizəyə alıram. Deyirəm ki, artıq bu necə oldu? Yaş, yəni yüksəklik, yəni hündürlük 160-dan yuxarı olmasın. Qeydiyyat uğursuz oldu. Buradan alınan dəyəri tərsinə çevirir. Normalda biz buradan nə almalıyıq? 170 deyənə true. Amma gəlib buna çatanda həmin true olur false. Başqa, gəldik. Bu da axırıncısı deyəsən, yox, bir də ardıcıllıq var. Ternary operator. If bloku yazdıq burada. If blokunun müxtəsar formasıdır bu. Burada yazdığımız kodu elə yazaq. Deyək ki, int age bərabərdir 20. Sonra şərt if blokunu yazıram. Deyirəm ki, əgər yaş böyük bərabərdirsə 18-dən bir də nəticə dəyişənimiz olsun. Int string result. Hələ ki, boş qoyaq üçün. Dedim ki, əgər şərt ödənərsə, result dəyişənə uğurlu dəyərini mənimsət, əks halda uğursuz dəyərini mənimsət.
Bütün bunu bir sətirdə yazmağın üsulu var. Ona deyirlər ternary operator. Ternary operator. Çox qəliz if bloklarında istifadə eləmək tövsiyə olunmur məncə. Niyə? Çünki oxunması biraz çətindir. Yəni mən bu kodu yazacağam, gedəcəm, sonra gəlib başqa bir developer bu koda baxanda artıq məni söyləyəcək. Çünki baş açmaq olmur çox qəliz if blokların ternary'yə çevirsək. Belə yazaq, result şərti yazırıq. Age böyüdür, bərabərdir 18. Sual işarəsi qoyuruq. Bu onu bildirir ki, yəni bu şərt ödənərsə artıq sualdan sonraki yerinə yetirir. Komandanı icra edir. Uğurlu və bunun else də 2 nöqtə ilə verilir. Yəni şərt ödənməzsə 2 nöqtədən sonrakini icra elə. Uğursuz. İcra elə deyəndə yəni burada necə olacaq? Resulta əgər şərt ödənərsə bunu mənimsədəcək. Ödənməzsə bunu mənimsədəcək. Bunu çap elətdirək, baxaq işlədimi. Uğurlu. Yaşı dəyişək. 17. Uğursuz. Ternary operatordan da bu qədər. Bir də icra olunma ardıcıllığı var bu operatorların. Yuxarıdan aşağıya tərəf. Ən başda mötərizələr icra olunur. Dalınca vurma, bölmə və modul alma. Dalınca toplama, çıxma. Sonra müqayisələr. Müqayisədə yəni böyüdür, kiçikdir, böyük bərabərdir, kiçik bərabərdir. Sonra bərabərlik və ya bərabərsizlik. Sonra məntiqi və ya ən axırda da mənimsətmə operatoru icra olunur. Operatorlardan bu qədər. Sizə keçən dərs üçün tapşırıq verməliydim, onu verməmişəm. Həm keçən dərs üçün, həm də bu dərsin tapşırığını dərsdən sonra verəcəm. Deadline da biraz çox qoyacağım. İkisini üst-üstə vermişəm deyənə. Keçən dərsdən, ondan qabaqki dərsdən və ya bu dərsdən başa düşmədiyiniz, qaranlıq qalan nəsə var? Mənim. Buyur. Mən keçən dərsdə olmamışam. Onu video şəklində atacaqsınız yoxsa? Var. Onu YouTube-a yükləyəcək Yunus müəllim link atacaqsa. Tamam. Bir də üstündən keçim. Baxın. Qalan 5 dəqiqəyə də bir-iki sual cavab eləyək. Klass nədir? Kim deyər? Bir sinif deməkdir də. Yox, sinif. Məsəl üçün, Yəni tərcüməsi. maşın klassı yaradırıq, ona daxilində olur, məsəl üçün, maşının rəngi, ili, məsəl üçün, atributları olur. Bildim, yəni niyə istifadə olunur klass? Necə? Nə üçün istifadə olunur? Nə üçün istifadə olunur? Məsələn, koda baxaq. Bu car klassı yaratdım mən. Vehicles ilə getsin. Car klassı yaratdım. Car klassı niyə yazdım mən bunu bura? Sonra yazandan sonra gəldim məsələn bunu yazdım. Car klassını necə istifadə elədim burada? Car klassını yaratdınız mənim, sonra bu main Java-dan çağırdınız onu mən. Bax, klassı çağırmadım ha.
Ümumiyyətlə klassın tərifini deyək. Klass obyekt yaratmaq üçün istifadə olunan modeldir. Məsələn, obyekt yaratmaq istəyirəm. Yəni mənə lazımdır ki, mənə bir car obyekt lazımdır. Lazımdır ki, mən ona brand verim, nə bilim, rəng verim, il verim və onun üzərində müəyyən işlər görüm də, əməliyyatlar aparım. Mən bu obyekti yaratmaq üçün car klassı yaratmalıyam. Bundan siləm. Obyekti yaratmaq üçün car klassı yaradıram. Car klassı mənə imkan verir ki, mən onun əsasında bir obyekt yaradım. Car obyekt yaradım və onun üzərində işləyim. Obyekt, yəni daha doğrusu klass, obyekt yaratmaq üçün istifadə edəcəyimiz plandır, çertyojdur. Aydındır. Mən car klassını yaratdım. Car klassını yaratdım. Sonra gəldim burada dedim ki, mənə car tipində bir dəyişən lazımdır. Adı olacaq car1 və ona da dəyər verdim. Dəyər olaraq verdim bunu. Bu da nə iş görür? Bu sətir. Yazıda saxlayın. New, dalınca klass adı və dalınca da 2 mötərizə. Görürsünüzsə bilin ki, bu sətir icra olunanda, bu seçdiyim sətir icra olunanda obyekt yaranır. Məsələn, bu sətir icra olundu, gəlir bura, bir dənə car obyekti düşür. Tipə gəlib car tipində bir obyekt düşür. Sonra onun da içində nə bilim fieldlar olur, brand, BMW, sonra renk falan. Bunlar üzərində işləyə bilirəm. Biz obyektlərlə işləyirik deyənə Java gedir, daha doğrusu Java ümumən gedmir, yəni belə deyək də Java'da OOP-ni tətbiq eləmək olur. OOP gələcək dərslərimizdə mövzulardan biridir. Object Oriented Programming. Obyekt yönümlü proqramlaşdırma. Obyekt yönümlü proqramlaşdırma nədir? Biz hər şeyi, məsələn, proqramı yazanda hər şeyi obyektlər kimi istifadə edirik. Hər şey edirik obyekt, hər şey üçün obyekt yaradırıq və onlar üzərində işləyirik. Proqramlaşdırmanın başqa paradigmaları da var, məsələn. Funksiyonal proqramlaşdırma var. C bilən var burada. C-də əgər bilirsinizsə, obyekt yaratma söhbəti falan bildiyim qədərilə yoxdur. Bir dənə main klassı olur və içində main metodu olur və bütün proqram onun içində yazılır. OOP-də elə deyil. Sonra hiçbir şey. Bu qədər. Uşaqlar, sualınız varsa verə bilərsiniz. Yoxdursa sağollaşa bilərik. Yoxdur mənim. Məndə də yoxdur mənim. Tamam. Oldu, sağ olun mənim.